Burada ələşməyim səbəbsiz yerə deyil. Ölkəmizdə kifayət qədər qadın sürücülər var. Amma artıq nəqliyyat vasitələrində, avtobuslarda da qadın sürücülərə rast gələcəksiniz. Lakin biz Bakubas olaraq inanırıq ki, qadınların sürücü olaraq ictimai nəqliyyatda bu sahəyə cəlb edilməsi xidmət mədəniyyətinə, təhlükəsizlik səviyyəsinə, eyni zamanda cəmiyyətin sosial inkişafına müsbət təsir göstərəcəkdir. Təbii ki, paylaşımımız bir mənalı cəmiyyət tərəfindən qarşılanmadı. Qadın sürücü olmaz deyə bir çox rəylər aldıq. Biz Bakubas olaraq bu stereotipləri qırmaq və qadınların istənilən peşədə uğur əldə edə biləcəyini göstərmək istəyirik. Sevindirici. Bax, sonra deyirsin ki, ay Emin, nəyinə lazımdır, niyə əsəbləşirsən? Bax, əsəbləşməyib, neyiniyəsən? Ay Bakubos, sən indi öz ailəmində güya ki, Azərbaycan qadınlarını işlə təmin edirsən, onların qayğısını çəkirsən. Sən belə Azərbaycan qadının qayğısını çəkirsənsə, sənin avtobuslarında Azərbaycan qadını ayaq üstə gedir. Çünki sən reisinə əlavə marşrutlar, avtobuslar ayırmırsan. Çünki sən artıq maaş vermək istəmirsən, əlavə xərc çəkmək istəmirsən və Azərbaycan qadınları ayaq üstə gedir. Budur sənin Azərbaycan qadına verdiyin hörmət, dəyər və yaxud da Azərbaycan qadınını hansı ki evində ərindən çörək gözləyir, söhbət avtobus şoferlərindən gedir, sənin səlahiyyətində olan avtobus şoferlərindən. Evində çörək gözləyir, aldığı maaş 800 manat. Sən dolanarsan, o qadın Azərbaycan qadını evdə o sürücüdən pul gözləyir 800 manata. Sən dolanarsan 800 manata. Olmazmı ki, elə o Azərbaycan qadınına dəyər ver, gətir orada şoferlərinə əlavə insanlar cəlb elə, əlavə avtobuslar, reyslər, hansı ki, ayaq üstə qadınlarımız getməsin deyə əlavə marşruta avtobuslar ayır və əlavə sürücülər, kişiləri cəlb elə, o qədər əlində pravası olub, işsiz qalan şoferlərimiz var ki, hansı ki, evdə Azərbaycan qadını əziyyət çəkir, o kasıbçılıqdan əziyyət çəkir. Sən onlara dəyər ver, yoxsa durmuşsan Azərbaycan qadını, sürücü işlə, hələ bu qıza bax, burada deyir ki, çox belə etirazlara, narazılıqlara baxmayaraq biz məqsədimizə çatdıq. Yəni Azərbaycan qadınını cəlb elədik işə. Artıq 15 nəfər müraciət edib. Yaxşı, bu yeməkləri kim bişirəcək? Bax, bu ölkədə qadınlara şərait yaradanlar, ya qadınlar anamız, bacımız da, yəni söhbət yaxşılardan gedir. Məni də qadın dünyaya gətirib, balalarımızı da qadınlar dünyaya gətirib. Ləyaqətli, yəni ləyaqəti ilə, kişi qeyrətindən yaşayan qadınları mənim başımın tacıdır, onların başına dönərəm. Yəni mən qadınların düşmanı deyiləm. Sadəcə bu qadınların bir başında duran ailə başçısı olur. Onları düşünün, onlara iş təmin edin, işlə təmin edin. Yaxşı, qadınları düşünürsən, ay Bakubos, dövlətimizə, xalqımıza dəstək ol. Bir dənə avtobus, orada bir sex aç, avtobusların çıxollarını dəyişmə sexi, nə bilim nəsə bir fabrika aç, fabrikdə qoy işləsin də qadınlar. Vacibdir ki, Azərbaycan qadını avtobus sürsün, gülünc bir vəziyyətdə. Hansı ki, o vaxtı köhnələr bilər. Bakıda tramvay sürürdü bir qadın, arvad idi. Hamı baxırdı, avtobusda sürən vaziyyə eləməsə, hamı baxırdı, deyir ki, bu gör nə qədər sahibsiz insandır ki, bu məcburiyyət qarşısında şofer işləyir. Yəni, onun hobbisi idi sadəcə, ehtiyac uzundan eləmir, sadəcə hobbisi idi. İndi o hobbiləri siz, nə bilim, neynəmsiz başım çıxmır. Yəni ki, ölkədə elə bir şərait yaradırsınız ki, hamı qadınlar, ancaq qadınlar olsun, qadınlar işləsin. İşləsin, qadın evinə çörək aparmağı pis deyil. Amma avtobus şoferi, qadın, bu Azərbaycan kişiliyinin aşağı düşməyi deməkdir ki, bugünkü gün ağır bir işdir. Sən bilirsən, özün yaxşı bilirsən, bu qadınlar bilməsə də, sən özün yaxşı bilirsən ki, avtobus sürmək nə qədər çətindir və stresli, əsəbli bir işdir. Hansı ki, onu ancaq kişilər idarə edə bilər. Hələ kişilər səbrini basa-basa, biri siqaretlə səbrini basır, biri nə bilim səbirli olur. Yəni, bu kişi işidir, avtobus, yəni o sərnişinləri aparmaq. Həm məsuliyyət baxımından, həm də dözümlülük baxımından. Qadınlar dözümlü ola bilər, amma kişinin öz işi var, qadının öz işi var. Yəni, bundansa siz yaxşı olar ki, hansı ki, evdə, 44 gün müharibədə qəlpə alan, hansı ki, idarə eləyə bilir, maşın bugünkü gündə maşın ver, sürsün. Yəni, idarə eləyə bilir, əsəbi qaydasında travma, başından travma almayan qazilərimiz var. Çağır ora, qoy o evində hansı ki, Azərbaycan qadını ona xidmət eləməkdən işsiz qalıb, qazi işsiz qalıb, məsəl üçün evdə çatdıra bilmirlər də, məcbur olub. Yox, sağ olsun, dövlətimiz məsəl üçün o ayrılan pensiyadan əlavə də, sən də çağır, məsəl üçün, götür işlət, denən ki, ay qazi, filan kəsə 800 manat verirəm, sən bizim fəxrimizdən sənə 1500 maaş verirəm. Yoxsa durub qadınlar cəlb edir, 1400 manat maaş verirəm. Siz bilirsiniz nətər, ümumiyyətcə bu qadınları şərait yaradıb, kişiləri arxa planda saxlayan bəzi o plan quranlar var, qurumlar. Siz bilməyin, elə bilməyin ki, siz qadınların müdafiə edirsiniz, qadınlara şərait edirsiniz. Siz hansı ki, o qadınlar, o kişilər var, onlar da qadın doğub. Onların da evində qadınlar var, Azərbaycan qadını. Bax, onları siz işsiz qoyursunuz. Qadın, onsuz da, bax, onsuz da bu ölkədə evdə yeməklər pişmir. 30% evdə yemək pişir, qazanlar qaynayır. Yaxşı, bu qadınları işlə təmin eləməklə siz hansı vəziyyətə sürüklürsünüz Azərbaycanı? Yəni, hara baxırsan qadınlar, mən gecə saat 11-də 12-də işdən gəlirəm.
Qadınlar yazığım gəlir, and olsun Allah. Yazığım gəlir. Baxırsan ki, yəni pis yerdən gəlmir. Ha, baxırsan, yorğun marketdən çıxıb, süzülə bu qadın gəlsin, evində uşağından necə məşğul olsun, ailəsi varsa yoldaşından necə məşğul olsun. Olmazmı ki, bu kişilərə biraz artıq maaş verilsin, kişiləri əlavə işlərlə təmin olunsun və evdə də o qadın, Azərbaycan qadını ər çörəyi yesin. Olmazmı elə? Niyə bu qadınları bu qədər şərait yaradırsınız? Məqsədiniz nədir? Mənə çatmır da. O Kabardin-Balqariya, bəlkə tanıyarsınız, yəni bilənlər bilir də, Kabardin-Balqariyanın paytaxtında Nalçikdə. Kabardin-Balqariya Rusiya ərazisidir, yəni bilməyənlər bilsin. Orada Nalçikdə qadın heykəli qoyulub. Hansı ki, o qadın ölkənin müdafiəsinə, yəni o ölkəni çardan, Rus çarından xilaskar bir qadın kimi. Yəni orada Kabardin-Balqariyada kişi tapılmayıb, açığı da kişi tapılmayıb ki, o ölkəni, o şəhəri Nalçiki müdafiə eləsin. Və bir qadın çıxıb, çara özünü satıb, çara. Gelib çarla həyat yaşayıb və o çar da o qadına görə o Nalçikə heç nə eləmir. Gəlib qıra-qıra gedirmiş. İndi bizdə də belə bu gedişlə vallahi ölkədə bir dənə yekə bir nə bilim bir hegemon bir heykəl qoyacaqlar, qadın heykəli. Və belə görürəm ki, bu gedişlə vallahi kişilər bir dənə Kitaydan zaten kişi aparatı zakaz verir, ayıb olmasın, ha xanımlardan özür istəyirəm. Uşaq əkən bir zakaz verir robot. Qoy uşaqları da əksin də biz kişilərə nə ehtiyac var? Allah ki, belə görürəm ki, vallahi bəlkə də güləcəksiniz mənim sözümə. Bu gedişlə Azərbaycan kişisi ancaq geylərə qismət olacaq. Yəni ancaq geylərə, çünki qadın neyinir kişinin? Qadına ehtiyac olmayacaq. Kişiyə ehtiyac yoxdur. Qadın deməli maşın sürür, qadın deməli kafe restoranlarda getsin, rahat otursun. Bütün kişilərin vlası alınıb əlindən. Qadın getsin, nə bilim, ürək istədiyi kimi gəlsin, dolansın. Qadın getsin, avtobus sürsün. Yəni bu bilirsiniz, nə bilim valla mən, Allah xalqımızı qorusun. Allah yaxşı qadınlarımıza ər çörəyi nəsib eləsin. Mən nə deyim, valla belə görürəm ki, ya mən əsəb xəstəliyi tapacağam, ya da ki, çıxıb gedəcəm ölkədən. Başqa heç bir variantı yoxdur da. Bu kişilərin bu qədər işsiz kişilər var ya. Ay bakı buz, ay bakı bas. Sən nə fikirlərsən mən bilmirəm. Yəni tək sən yox ha, bu qadınlara hər şərait yaradanlar nə fikirləşir bilmirəm. Şərait yaradan başqa cür şərait yaradan. Bir çağının sosial bir vəziyyətlərini öyrənin. Bəlkə bir başqa gözəl bir işlə təmin eləmək olar, nəinki avtobus sürmək. Yəni siz mənə çatmır ki, necə qəbul edirsiniz ki, bir şirkət rəhbəri kimi və yaxud da deyək, nə bilim, kim kimi tək Bakubusa yox, ümumiyyətlə bu qadınlara şərait yaradanlar, məsələn, belə market işlədənlər belə, məsələn, qadını ağır bir işlərə cəlb eləmək, çətin bir işlərə bu necə yəni qəbul edirsiniz ki, bu Azərbaycan qadını bu cürə ağır işlərdə işləyir. Birazdan deyəcəksiniz ki, karyerlərdə qadınlar işləsin. Biraz kənddə, rayonda da boy qadınlar var. Çağırın onları, hansı ki, inək sağırlar, nə bilim, ot biçirlər, neynirlər. Çağırın onları neynirsə, orada yazıq əziyyət çəkir. Gətirin burada karyerdə zaten işlərdim də. Valla, kişilər nə işləyir ki? Kişilər əziyyət çəkmir. Bu qadınlar əziyyət çəksin. Yəni, fəxrimizdir. Qadınlarımız, bəli, fəxrimizdir. Amma bu cür fəxr mənə lazım deyil. Yəni, bir müstəqil ölkənin vətəndaşı kimi. Valla, Allah xalqımızı qorusun. Nə bilim, nə deyə bilərəm. Var olsun dövlətimiz, xalqımız, nə bilim, balalarımız, qadınlarımız, kişilərimiz. Mənim ki, ancaq dualara qalıb.